Deməli, elektron qapı. Elektron qapımızda dairə formasında. Qapı dairə formasında olacaq. Ama aşağıdan yuxarı açılacaq. Qapının alt hissəsində maşının nömrəsini tanıyacaq sensor. Və qapının içində maşınların nömrəsini tanıyacaq yaddaş kartı. Hansı ki bu qarajın sahibinə aiddir. Maşının yaxınlaşdığını bildirən iki antena ya bildirişi. Bir də qarajın dörd tərəfində işıq. Bugün size yeni bizim layihemiz olan smartphone hakkında məlumat verəcəyik. Bu telefon növü ses sensoruyla açılan formada işləyir. Yəni normal müasir telefonlarda fərqlənir, amma görünüşündə bir çox fərqi olmur. Sadəcə prosesoruna düymələri yerinə ses ilə işləyən bir mexanizm quraşdırılır. Əlavə funksiyası isə hər hansı bir proqramın adı ilə səslənirik və proqrama daxil olduğumuzda istədiyimiz bir işin algoritmini səsləndiririk və həmin əməliyyat telefonun öz prosesoruna yüklənmiş ağıllı necə deyirlər, iş ötürülməsi ilə yerinə yetirilir. Biz de burada kompüterin inkişaf etmiş formasını gösterdik. İnkişaf etmiş kompüterimizin düğmeli sensorunu əvəz etdik, görünüşünü dəyişdik, fonksiyonallığını artırdıq, ağıllı əşya kateqoriyasını saldıq və təqdim edirik. Kompüterimiz səslə işləyir, yəni tətbiqə yükləməyə də ehtiyac qalmır. Dediyiniz hər hansı bir proqrama daxil olur. Burada yəni hər bir işi səslə görür. Məsələn, açılması da səsləndir, qapanması da, yəni ümumiyyətlə hər bir iş səslə daxil olunur. Bu da kompüterin formasıdır. Çox sadə alın ama yəni nədir? Biz də hər bir avada 12 ədəd düyməli avadanlıqları hər birini hər cürdə ləğv edək avadanlıq saxladıq. O da fen oldu. Fenin necə verilən şərtlər üzərində dəyişdirdiyini göstərəcəyik. Şərtlər düymələri sensorla əvəz etdik. Görünüşü dəyişdik, fonksiyonallığı artır, ağıllı əşya, avadanlıq kateqoriyasına sal. PowerPoint-də təqdim et. Addımlar. 1. Görünüş dəyişdirildi tam fərqli olaraq. 2. Sensor tətbiq edildi. Əl vurduğumuzda avtomatik olaraq işə düşür. 3. Fonksiyonallıq artırıldı. Bir tərəf işləmədiyində digər tərəf istifadə olunur. 4. Ağıllı əşya elektrik olaraq enerji yığır. 5. PowerPoint-də işləyər. Filmimiz... Benim güldürəcəyim. Düyməli klaviatürün əvəzinə yeni sensorlu düyməsiz klaviatür əlavə edib və düyməli mouse əvəzinə sensor qələm əlavə edib sensorlu klaviatürün sağ tərəfinə qələm yer olardı və onun üst tərəfinə klikləri qoyardı. Biz düyməsi telefonu eləməyə çalışdıq, telefonun düyməsindən etməyə çalışdıq, telefonun senslə çalışır, telefonun bir çox özellikləri var, telefon senslə qələm yaxsıdır, qələm şəffaf rənglədir, qələmin sayəsində telefonun anında girə bilirik, telefon toxunmadan proqramlara girə bilir və telefonun arxasını istədiyimiz kimi vəziyyət verə bilirik. Kalkülatör qələm və sensorla işləyir. İş prinsipi üzrə kalkülatördur, amma bilinmədiyi tərəfləri də var. Bu kalkülatör telefon kimi də istifadə etmək mümkündür. Knopkasız işləməsi üçün də qələmdən istifadə edirik. Əllə toxunduqda işləmir. Enerji ilə də işləyə bilir və enerjisi bitsə belə depolama alanından bir gün enerji saxlayır və onu yenidən ötürür. Mən kalkülatör amma ki belə məlumat yazmışım da. Olar. Mən televizor haqqında yazmışam. Yəni televizor artıq sensor idarə olunur. Televizor artıq sensor edə biləcəkdir sadəcə bir yolla. O da odur ki, artıq insan televizoru əlləri ilə idarə edilər. Kanallar, səsi və s. onları əlləri ilə idarə edə biləcəklər. Bu təkcə internetli televizorlara deyil, internet televizorlara keçərlidir.